Salam əziz şagirdlər, mən Aysel müəllimə. Bugün sizlərə miqyas mövzusunu əhatəli və geniş şəkildə elə izah edəcəm ki, mövzu ilə bağlı nə çətinliyiniz, nə də sualınız qalmayacaq. İlk növbədə görək miqyas nədir? Əziz şagirdlər, bilirsiniz ki, xəritədə gördüyümüz dağlar, şəhərlər, çaylar hamısı əslində böyükdür. Amma biz onları xəritəyə yerləşdirmək üçün kiçildirik. Bu kiçiltmənin dərəcəsinə miqyas deyilir. Məsələn, əgər xəritədə 1 sm yer üzündə 1 kilometr deməkdirsə, bu xəritənin miqyası 1 bölək 100 min deməkdir. Nəyə görə 1 bölək 100 min deməkdir? Çünki 1 kilometrin 100 min santimetrdir. Qısacası, xəritədəki hər santimetrlik ərazi yer üzündə 100 min santimetrə, yəni 1 kilometrə uyğun gəlir. Gəlin indi bu parkın planında bu məsələni biraz da geniş izah edək. Gördüyünüz bu parkın planı realda olan ölçünün 500 dəfə kiçildilməsidir. Yəni bu o deməkdir ki, bu planda hər santimetr yer üzündə 500 santimetrə, yəni 5 metrə uyğun gəlir. Çünki hər metrimiz 100 santimetrdir. İndi bu miqyasla bağlı məsələ həlləri nə cür olur, sizə onu izah edim. Biz bilirik ki, miqyasın 3 növü var. Ədədi, izahlı və xətti. Buna bəzən qrafik miqyas da deyilir. Ədədi miqyas odur ki, sürəti vahid, məxrəci isə yuvarlaq olan ədəddir. Yəni, bir bölək formasında yazılır, xəritədə olan hər santimetrin yer üzündə neçə santimetrə uyğun gəldiyini izah edir. İzahlı miqyas isə həmin o ədədi miqyasın izahlı formasıdır. Məsələn, ədədli miqyasda xəritədəki 1 santimetr yer üzündə 100 min santimetrə bərabərdirsə, biz onu izahlı formada deyirik ki, xəritədəki hər santimetr yer üzündə 1 kilometrə bərabərdir. Çünki 1 kilometr 1000 metrdir, hər metr 100 santimetrdir. Bu isə toplamda 100 min santimetrdir. Yəni 1 santimetrdə 100 min santimetr, 1 santimetrdə yer üzündə 1 kilometrə bərabərdir. Qrafik miqyasda isə biz bunu bu şəkildə oxuya bilərik. Sıfırdan sonraki rəqəmə baxırıq, məsələn 1-dir. Bir də vahidə baxırıq, kilometr. Yəni 1 santimetrdə 1 kilometr uyğun gəlir. Əziz şagirdlər, gəlin indi məsələ həllərinin izahlarına baxaq. İlk növbədə miqyasın çevrilmələrini öyrənək. Deməli, belə bir tapşırığımız var. Tapşırığımıza əsasən birinci bənddə izahlı miqyasımız verilib 1 santimetrdə 250 kilometr. Ədədi və xətti miqyası biz təyin etməliyik. İndi baxaq görək bunları necə təyin edəcəyik. Deməli, izahlı miqyasımıza əsasən 1 santimetr ərazi 250 kilometr ərazi tutur. Bu o deməkdir ki, biz 1 santimetr 2 nöqtə 250 kilometri isə nə ilə ifadə edəcəyik? Santimetrlə. 250 kilometrimiz bərabərdir. Hər kilometrimiz 1000 metr olduğundan metrə çevirmək üçün 1000-ə vuracağıq. Hər metrimiz də 100 santimetr olduğuna görə bir də 100-ə vuracağıq. Yəni ümumilikdə arxasınca 5 sıfır əlavə edəcəyik. 250 arxasında 5 sıfır. Bu bizim cavabımızdır. Yəni 25 milyon. 1 bölək 25 1, 2, 3, 4, 5, 6 sıfır. Bu formada yazacağıq. Xətti miqyasımızı isə necə edəcəyik? Deməli, belə bir xətt çəkəcəyik. Burada ədədi izahlı miqyasımız da 250 kilometr olduğuna görə 250. Burada 0. Yenidən 250. 250'nin üstünə 250 gəlsək 500. Sonra üstünə yenə 250 gəlsək 750. Və sonda bunu çox uzatmaya ehtiyac yoxdur. Vahidimiz nədir? Əmsalımız kilometrdir. Yazacağıq kilometr. Yəni 250 kilometr formasında təsvir edəsik. İndi növbəti tapşırığımıza baxaq. Bizə nə bildirirlər? Deməli, ədədi miqyasımız verilib 1 bölək 40 mindir. Onu izahlı və xətti formada təsvir edəsik. Deməli, 1 bölək 40 min santimetri biz kilometrə çevirə bilmirik təbii ki. Ona görə yazırıq ki, 1 santimetrdə bunu metrə çevirə bilərik. 1 metrimiz 100 santimetr olduğuna görə 2 sıfır silirik. Olur 400 metr. İzahlı miqyasımızı yazdıq. Xətti miqyasımız isə yenə belə bir xətt çəkirik. Biraz dəqiqəsi oldu. Burada 400'ü qeyd edirik. 0'ı qeyd edirik. Yenidən 400. 400'ün üstə 400 gəlirik. 800 və sonda metr. Cavabımız olur 400 metr bu formada. Keçirik növbəti tapşırığımıza. Növbəti tapşırığımızda bizə bildirilir ki, deməli, izahlı miqyas və ədədi miqyas verilməyib, ancaq xətti miqyas verilib və biz ona əsasən ədədi və izahlı miqyası tapmalıyıq. Xətti miqyasımız, baxın, 5 kilometrdir. Yəni, 1 santimetrdə bərabərdir 5 kilometrə. Ədədi formada isə 1 bölək 5, arxasında 5 kilometr neçə santimetr edirdi? 5 dənə 0 əlavə edəsik. 1, 2, 3, 4, 5. Bu da 1 santimetrdə 5 kilometr. Düzgün cavabımız bu formadalasıdır. Ümid edirəm ki, uşaqlar siz bu çevrilmələri başa düşdünüz. İndi gəlin məsələ həllərinə baxaq. Mən bizim üçün məsələ nümunələri seçmişəm. Hər nümunəyə uyğun məsələ həllini işləyəsik. Məsələmizin birinci məsələmizin şərtində deyilir ki, xəritənin miqyası 2 milyon 500 mindir və A və B məntəqələri arasında məsafə 12 santimetrdir. Bu məntəqə yer üzündə nə qədər uzunluqdadır? Yəni qısacası məsələnin şərtində belə deyilir. Deməli, belə bir xəritədə parçamız var A, B.
və bunun uzunluğu 12 santimetrdir deyilir. İndi biz tapmalıyıq ki, bu yer üzündə nə qədərdir. Bunun üçün miqyasımız 1 santimetrdə, baxın, neçə kilometrdir? 5 sıfırı silsək 25 qalır. Miqyasımız 1 santimetrdə 25 kilometrdir və biz tapmalıyıq ki, əgər 1 santimetr yer üzündə 25 kilometrə uyğun gəlirsə, 12 santimetr yer üzündə neçə kilometrə uyğun gəlir? Tənasib qururuq. 1 santimetr 25 kilometrə uyğun gəlir, 12 santimetr isə x kilometrə uyğun gəlir. Tənasibin kənar hədlərinin hasili orta hədlərin hasilinə bərabərdir. 12-ni vururuq 25-ə, bölürük 1-ə və o da bərabərdir 300 kilometr. Yəni yer üzündə həqiqi məsafə 300 kilometrə bərabərdir. Növbəti tapşırığımızda isə yer üzündə olan məsafə verilir. Yer üzündə A və B məntəqələri arasında məsafə 300 kilometrdir. Daha doğrusu 3000 kilometrdir. Bu məsafə 6 milyon miqyaslı xəritədə neçə santimetrə uyğun gəlir? Bilirik ki, 6 milyonu kilometrə çevirsək 3 sıfır buradan silərik, 2 sıfır buradan qalar. 1 santimetrdə 60 kilometrdir. Realda ölçümüz 300 kilometrdir. Amma onun xəritədə neçə santimetrə bərabər olduğunu bilmirik. Ona görə deyirik ki, x santimetrdə 300 kilometrdir. Yenidən tənasib qururuq. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir və tənasibimizə əsasən 1 bölək 3000 bölək 60 kilometr bərabərdir 50 santimetr. Bu o deməkdir ki, A və B məntəqələri arasında xəritədəki məsafə 50 santimetrə bərabərdir. Növbəti məsələ nümunələrinə baxaq. Məsələmizin şərtində bildirilir ki, turist 60 km/saat sürətlə 4 saat yol gedib və onun getdiyi yol 1 bölək 200 min miqyaslı xəritədə neçə santimetrdir? Biz bilirik ki, riyaziyyatdan sürət vuraq zaman bərabərdir gedilən yola. Düstura əsasən sürəti zamana vururuq, yəni 6 km/saat vururuq 4 saata və gedilən yolu tapırıq. Tapırıq 24 kilometr. Deməli turist 24 kilometr yol gedib. İndi baxaq görək 24 kilometr 200 min miqyaslı xəritədə nə qədər santimetr yer tutur? Deməli xəritənin miqyasına əsasən 1 santimetr bərabərdir 2 kilometrə, çünki 5 sıfır silik kilometrə çevirmək üçün santimetri. 1 santimetrdə 2 kilometrdirsə, 2 santimetrdə realda olan 24 kilometrdir. Yəni santimetri santimetrin altından yazırıq, kilometri kilometrin altından. Qısaca belə yadınızda saxlaya bilərsiniz. Yenidən vururuq. 1 vuraq 24 bölək 2 bərabərdir 12 santimetrə. Bu o deməkdir ki, xəritədə bu məsafə 12 santimetr olacaq. Sonra sonuncu məsələmizə baxaq. Yer səthində A və B məntəqələri arasında məsafə 6600 kilometrdir. Bu xəritədə bu məntəqələr arasında məsafə 11 santimetrdirsə, xəritənin miqyasını təyin edin. Yenidən tənasib qururuq. Deməli ki, A və B arasında məsafə nə qədərdir? 6600 kilometrdir. 6600 kilometrdirsə və sonuncu növ məsələmizin izahı. Deməli, şərtində deyilir ki, yer səthində A və B məntəqələri arasında məsafə 6600 kilometrdir. Xəritədə bu məntəqələr arasında məsafə 11 santimetrdirsə, xəritənin miqyasını təyin edin. Deməli, 11 santimetr ifadə olunubdur. 6600 kilometrdən burada görürsünüz. 11 santimetrdə 6600 kilometr. 1 santimetrdə nə qədərdir? Biz bilmirik onu. Ona görə x ilə ifadə edirik. 1 santimetrdə olan ölçüdə biz bilirik ki, bizim miqyasımızdır. Miqyası tapmaq üçün tənasib qururuq. 11 santimetrdə 6600 kilometr, 1 santimetrdə x kilometr. Buradan 6600-ü 11-ə bölürük, alırıq 600 kilometr. 600 kilometr. Miqyasımız da belə yazılır. 1 bölək 600 kilometrin neçə santimetrdir? Dedik ki, kilometri santimetrə çevirəndə 5 sıfır əlavə edirik. 600-ün 2 sıfırından əlavə olaraq 5 dənə də sıfır yazırıq və bizim miqyasımız olur bu rəqəm. Əziz şagirdlər, bu tapşırıqlarla, izahlarla bağlı nəsə sualınız olsa, yorum hissəsinə yazmağı unutmayın.